Saxla qoşunu. İlanı tikə-tikə doğramaq lazımdır. Düz gece yarı olanda Afşin gizli bizim ateşgaha gelecek. Yanında hiç kes olmayacak. Xahiş edir ki sen de ora tek gelesen. Çünkü məxfidir görüş. Afşin seninle mühim bir metlep hakkında söhbət edecek. İki oğlumu da özümle getirmişem. Qoy Bəz qalasında girov qalsınlar. Anlamadım. Afşin? Xilafət ordusunun səraslanı məndən nə barədə söhbət eləyəcək? Olsun. Qəbul elədim təklifini. Oğlanlarını da özünlə götür apar. Mənə girov lazım deyil. O gündən ki, vətənim Usruşandan ayrılmışam, mən bu İslam dünyasında qəribəm. Ürəyim sinəmdə qəribdir. Sirrim və əsrətim ürəyimdə qəribdir. O köhnə əsrətim ki, həqiqətə çevriləndə qədim İranı ayağa qaldıracaq. Xosro və Nuşra və Nəyyamını geri qaytaracaq. Ərəb xəlifələrin hakimiyyətə son qoyacaq. Bunun üçün mənə böyük Babəklə ittifaq lazımdır. Sasani şahları nəslindən tərki dünya bir qoca var. Dağlarda ömür sürür, o müqavvanı İran taxtında otursaq, ad onun olaraq ixtiyar bizim. İran mənim olar, Azərbaycan sənin. Afşin, Babək 20 il ərəb xəlifələri ilə ona görə vuruşmayıb ki, axırda İran taxtında bir müqavva oturtsun. Sənin can atdığın möhtəşəm keçmiş, yaxud Adil Ənuşrəvan əyyamı bir nağıldır mənim üçün. Məyər sənin can atdığın böyük gələcək, yaxud bərabərlik dünyası bir nağıl deyilmi uşaqlar üçün? Əgər ədalətli keçmiş birinci yalandırsa, ədalətli gələcək ikinci yalandır. Əgər istəyirsən başın çiğni üstə salamat qalsın, sən də mənim kimi zahirdə xəlifəyə başay, sonra ürəyində gülərsən. Üç böyük dinin üç tanrısına ki üçü, tək bir şeytanın ötəsindən gələ bilmir. İnan və əqidə mənim üçün qumar daşı deyil, Afşin. Mən o mərama inanmışam ki, o mənə ya ölüm deyir, ya da azadlıq. Nədir bu dönməzlik? Nədir bu inat? Siyasət meydanına atılan hər bir kəs gah ilan olmalıdır, gah aslan. Düşün dediklərin barədə bir də görüşək. Əgər bugün qılınclarımızı birləşdirməsək, sabah
Ya sen məhv olacaqsan, ya mən. Haqlısan. Ya xəlifənin qara bayraq altında sən məhv olacaqsan, yaxud xürrəmlərin qırmızı bayraq altında mən.